Salam, hörmətli izləyicilər. Uşağa görə müavinət almaq istəyənlər və eyni zamanda vaxtında və pensiyaya çıxmaq istəyən şəxslər bu video sona qədər baxsınlar. Mən hüquqşünas Zaur Seyidzadə vacib bir məlumat verəcəm ki, hansı ki, çox vaxtı kütübəvi informasiya vasitələrdə həmin məlumatı verməyə incəliydim və yəni onun üçün belə adi vəkilin və ya hüquqşünasın yanına gedilməsi ki, incəlik istədirsin. Amma mən bu gün demək istəyirəm, ona görə videonu beğenin, qoy hamı bilsin imkan daxilində. Bir də hörmətli izləyicilər, sizdən xahiş edirəm. Mən əlvi şəxs olduğuma görə, əlvi arabasında olduğuma görə dünyanın 40 tanınmış əlvi haqqında kitab hazırlamışam. Həmin kitabı 2000 manata satıram. Eyni zamanda belə deyək, mən əlvi təşkilatının rəhbəri olaraq əldə etdiyim təcrübəyə əsasən məlumatlar yığmışam. Həmin kitabda var. Motivasiya kitabıdır. Dediyim kimi 20 manata satıram. Bunu da beğenin, qoy hamı bilsin. YouTube kanalına abunə olun. Bunun əlavə telefonla hüquq məsləhəti 10 manata verən YouTube kanalına abunə olan şəxslər üçün və eyni zamanda qeyd edin ki, ərizələrdə yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Əlavə qiymətə olaraq. Zəhmət olmasa mənə dəstəkləsin. Bu videonu beğenin, qoyun hamı bilsin. Eyni zamanda imkan daxilində kanalda iyanə edin. Kart nömrəndə, telefon nömrəndə həm hüquqi yardımcısı, həm iyanə üçün eyni zamanda kitabı almaq üçün videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalında şutubumuz istənilən videonun üzərində var. Və yəni keçək mövzuya. Mənim verdiyim bu məlumat, hörmətli izləyicilər, həyat yoldaşları vəfat etmiş, yenidən ailə qurmuş şəxslərə, eyni zamanda boşanıb yenidən ailə qurmuş şəxslərə və ya evlatlığa uşaq götürmüş şəxslərə çox faydalı olacaq. Qanunvericidə qeyd olunub ki, 5 uşağı olan şəxs, yəni vaxtından əvvəl pensiyaya çıxa bilər. 5 il. Amma izah eləmir bəlkə, yəni məcburdur 5 uşaq bir şəxsdən olmalıdır, yəni deyək, ər-arvaddan olmalıdır. Xeyr. Məsəl üçün, birinci həyat yoldaşınızdan 3 uşaq varsa, ikincidə bir ailə qurmusunuzsa, həmin həyat yoldaşından 2 uşaq varsa, o halda da yəni pensiyaya çıxa bilərsiniz. Eyni zamanda evlatlığa uşaq götürmüşsünüzsə, əgər 8 yaşına qədər nəzərə alın. Mütləq qaydada bu uşaqlara da qulluq 8 yaşına qədər olmalı, uşaqlar da 8 yaşına qədər sağ olmalıdır. Əsas şərtlərdən biri budur. Eyni zamanda əgər qeyd edin ki, 5 uşaq olan şəxslər, 5-dən çox daha düzünün olan şəxslər 6 uşaq varsa, 6-cı uşaq 1 yaşı tamam olduğu halda, digər uşaqlarda hər uşağa görə 105 manat müavinət verir. Nəzərə alın. Bu qanunverici dediyim kimi, yəni yenidən ailə qurmuş şəxslərə aiddir. Yenidən belə deyək, həyat yoldaşının dünyasını dəyişibsə, ailə qurubsa və ya kişi xanımı vəfat edibsə, yenidən ailə qurubsa, uşaqlar ona verilibsə, o halda eyni zamanda qadına aiddir. Və ya boşanıblarsa, qadına verilərsə uşağı, o halda qadına aiddir. Amma kişiyə o halda aiddir ki, yəni xanım olmasın. Onu nəzərə alın. Əsas məsələlərdən biri budur. Aydın olmaq üçün bir daha izah edirəm. Yəni, kişinin xanımı vəfat edibsə, kişi gedib ailə qurubsa, ikinci dəfə, məsəl üçün, birinci xanımdan 3 dənə uşağı varsa, ikinci ailədən də 2 dənə uşağı varsa, o halda belə deyək, pensiyaya çıxa bilməz. Kişiyə aidiyyəti yoxdur. Amma qadın, kişi vəfat edibsə, xanım gedib ikinci dəfə ailə qurubsa, kişidən 3 dənə uşağı varsa, birinci həyat yoldaşından 3 dənə uşağı varsa, ikincisindən 2 dənə varsa, o halda pensiyaya çıxa bilər. Və ya boşanıbsa, hər ikisi sağdırsa, uşaqlar ondadırsa, yenə pensiyaya çıxa bilər. Nəzərə alın. Əsas məsələlərdən biri budur. Hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, əgər ailə sosial yardım alırsa, uşağın 1 yaşı tamam olmuşsa, 1 yaşına qədər əlavə 100 manatdan yardım ala bilər. Nəzərə alın. Hörmətli izləyicilər. Dediyim kimi, kiminsə sualı varsa, ətrafı olaraq mənim telefon nömrəm videonun izahı yerində qeyd olunur. Fərdi qaydada WhatsApp-a səsli mesaj göndərərək suallarınızı verə bilərsiniz. Ödəniş videoyu YouTube kanalına abunə olan şəxslərin telefonla uyğun məsələdən verilməsi 10 manatdır.
Eğer umumi sual verirsə, şəhkiyini yazın, mən həmin sual oxuyaraq video hazır edəcəm. Siz də izləyəsiniz, hörmətli izləyicilər. Diqqətinizi görə sağ olun, abunə olmağı unutmayın. İmkan daxilində kanala da iyanə edin, dəstəkləsin. Sağ olun. Və bayaq qeyd edən kitabı almaq üçün də müraciət edə bilərsiniz həmin telefon nömrələrinə. Diqqətinizi görə sağ olun. Sağ olun.